bucaqlığın uzunluğundan 40%, enini 20% azaltdıqda sahəsi neçə faiz azalar? Hı -hı. Birinci bucaqlı çəkirik. Aha. Bir tərəfi 100x, digər tərəfi 100y. Aferin. Hı -hı. Sonra bir dənə bucaqlı çəkirik. Aferin. Hı -hı. Hər tərəfini azaltdıqda dediyinə görə mən birinci 100-dən 40'ı çıxırıq, 60. Bir tərəf olur 60, y. Hı -hı. Sonra 20% azaltdıqda deyir, 100-dən çıxırıq 20'ni, digər tərəf olur 80x. Aferin. Yerlərini dəyişik yazın, qoy yerlərini düz yazın. Bu oldu. Bir tərəf oldu. Bir dənə çəkim. Deməli, 100 y olan yer, bir tərəf uzunluğunu 40% azaltdın, oldu 60 y. Enini də azaltdın, 80x oldu. Sonra? Sonra mən 80'i vururuq 60'a, bölürük 100'ə. Bu da bərabərdir 48. Aferin. Sonra mənim 100'dən də mən çıxırıq 48'i, o da edir 52. 52% azalar. Bəli, ilk halında da eyni şəkildə yazanda 100x-i eləyir. Bu zaman da görürük ki, 100-dən 48'ə gedərkən 52% azalma baş verir. Aydındır, Şafar. Budur yəni. Düzdür. Bəli, mən başa. İkinci sual. Güya izah edirsən? Bəli. Deyir ki, kubun tilini 2 dəfə azaltdığı, həcmini 2 dəfə azalar. Kubun mənim 6 tili var. 6 tili olduğuna görə 6'ı 2 dəfə azaltdıqda 12 dəfə azalar. Yəni 12 dəfə azalar deyirsən, son cavabın budur. Cavabları yoxlamısan, Gülyar. Dəqiqə. Yox, səhv yazmışam. Saniyə. Birinci kubun həcmi düsturu bizə. Kubun həcmi düsturu nədir? Dəqiqə. V bərabərdir A-nın kubu. Kubu. Dəqiqə. Cavab artdı. Şeydir. Mənim kubun Kubun tilini 2 dəfə azaldanda, tili əvvəlcə A idi, düzdürmü? 2 dəfə azaldanda nə olur Gülyar? A bölünsün 2 olur. Düzdür? A bölünsün 2 yazasan. A-nın yerində, elə bir ki, belə yazıb da. Yeni bir... Kubun 12 dənə tili var, değil mi? Yox, onu yox. Ona ehtiyac yoxdur. Tili A-dırsa, A bölünsün 2 olur. 2 dəfə azalanda, düzdürmü? Bunun kubunu yazırsan. Bu da nə elədir? A-nın kubu bölünsün 8. Yəni, tili əvvəlcə həcm A kubu idi, sonra A kubu böl 8 oldu. Nə baş verdi? Neçə dəfə azalma baş verdi? 8 dəfə. Bəli, 8 dəfə. Yəni, cavablar budur, yəni Gülyar. Üçüncü izah edirsən? Mən deyim müəllim. Rahat mən. Bunu da Gülyar izahlasın. Gülyar izahla. Opisin qoyulur. Buyur Gülyar. Deyir ki, AB açıq bucaqda, yəni 180 dərəcədir. C onunla AB paraleldir. Perpendikulyardır. 90 dərəcədir. DOC-dəki DOC bucaqda 25 dərəcə olarsa, AOD-ni tapın. 25-in üstünə 90 gələndə eləyir 115 dərəcə. 180 dərəcədən 115 dərəcədən çıxırıq. O da cavabda C variantı eləyim. Bəli, 65 dərəcə qalır. Bəli, bu istənilən yerdə 65 dərəcə olur, düzdür. Tamam. Əfsanə bunu izah edərdü. Bu asandır müəllim. Burada müəllim mən ortaq vuruq çıxartmışam. M ortaq vuruq çıxartmışam müəllim birincidə. O qalır müəllim M çıxılsın N qalır. Sonra müəllim üstə gəlsin 5'i ortaq çıxartmışam. Birinci qeydlər ki, bu və buna görə çıxartmışam, düzdürmü? Hə, bəli. M çıxılsın N qalır. Sonra? Sonra müəllim o mənfi 5N-dən müsbət 5M-də də müsbət 5 ortaq vuruq çıxartmışam. Müəllim M çıxılsın N. Çünki müəllim əgər mənfi 5'i çıxartsaydıq müəllim N çıxılsın M olardı. Bəli. Aşağıda da müəllim açırıq eləyir 5 çıxılsın M, 5 üstə gəlsin M. Sonra müəllim burada yuxarıdakı müəllim M çıxılsın N ortaq vuruq çıxardırıq, qalır M çıxılsın M, bir də vurulsun M üstə gəlsin 5. Bölünsün 5M çıxılsın 5 çıxılsın M, vurulsun 5 üstə gəlsin M. 5 üstə gəlsin M'lər gedir, qalır
m çıxılsın n bölünsün 5 çıxılsın m. Aferin. Budur B variantı. Düzdür. Növbəti sualımıza keçək. 5-ci sual. 5-ci sual asandır. Orada ay vurup atmışam 3x çıxılsın 6 bərabərdə 6, 3x bərabərdə 6 üstə gəlsin 6, 3x bərabərdə 12, x də bərabər 4. Və yaxud da ki, hər tərəfini 3-ə böldü deyə bilərdim ki, x çıxı 2, Bəli, x də bərabər 4. Bu sistem təhlil də asandır. Nə olur? Bu səs kimdən qayıdır uşaqlar? Muratdan gəlir müəllim. Kimdən? Muratdan? Aytekindən. Murat. Müəllim, izah elimdə. Burada y-lər müsbət mənfi olduğuna görə gedir. O da elə 3x bərabərdə 6, x də bərabərdə 2. Bəli, və sual. Tamam. 7-ci suala baxaq. Aytekin 7-ni izahla görüm. Yani burada iki yerine eledik rəqəm qoymalı ki, də mütləqin içindəki cavabı alacaq. Burada da D variantını qoyacaq. Mənfi 5-i qoyanda 16 cavabın A olur. Y bərabər mənfi 5, mütləqin içində gəlsin 6, burada bərabər 13-də yerə 6, bərabərdən 6. Aferin. Yəni, ikisi ilə mənfi 5 qoyunda cavab 16 ilə. Buna görə cavab D variantı. 16, 20. Düzdür. 8-ci sualı da görüm. Aytekin. Yani burada 18, 2'ye 9, 3'e 3, 3'e 1, 36, 3'e 18, 2'ye. O da içinden Düz deyirsən. Bunu qısa yolla belə deyə bilərsən ki, bu ədədlər biri digərinin bölənidirsə, düzdürmü? Birbaşa əkov nə eləyədir? Bölünənin özü olacaq 36. Bunlar isə Aldığında da EBOB'da 1 eləyir. Çünkü karşılıklı sade ədədlərdir. 36'ın sözü bir gəldi. Aferin, düzdür. 9-cu sualda görüm Aytekin. Yani burada 21'den 15'i 3'e sıra kararız. Kalır 7, 5'te 7 kalır. 5'ler de sıra kararında 2 sıra bence 7 olur. Aferin, x bərabərdir 7 olur, düzdür. 10-cu sualda deyək görüm. Kim izah edebilir 10-cu sualı? Yazmışım. Sən izah et. Mənim. Bəzən. Buyur, sən izah et. Deyəcəm, ilk 10 naturallardan təsadüfi seçilmiş birinin sadə ədəd olması ehtimalını tapın. Əvvəlcə mümkünatlarımız 10 dənədir. Bəli. Əlverişli hallarımız da burada deyir ki, sadə ədəd olsun. Biri götürə bilmərik, çünki bir nə sadə, nə mürəkkəb. 2-ni götürürük, 3-ü götürürük, 5-i götürürük, bir də 7-ni götürürük. Aferin. Məxrəci də 10 yazırıq, bunun da sayı 4-dür, yəni 10-da 4 yazırıq. Onda da yazırıq, ixtisar edirik, o da elə 5-də 2. Süper, diye variantı. 11-ci sualı izah edirəm. Elə kəsən başqa suallar da izah etsin. Növbəti suallar da qaldı. Bunu izah eləsənə. Olar, izah elə. B olan tərəfə yazırıq 22, C olan tərəfə də yazırıq 28. Sonra müəllim, burada əgər A olan tərəf bir alfa qeyd eləsək, müəllim, bizim də bir qaydamız var isə, ora alfa isə orada üstü də 12 qat olurdu, 2 alfa yəni müəllim. Düzdür. Bəli. Sonra müəllim, alfa üstə gəlsin 22, üstə gəlsin 28, bərabər olur 2 alfaya. Sonra alfa da bərabər də 50-yə müəllim. Aferin, düzdür. Düzdür. Bu düz qaydasına görə bu şəkildə içəridəki bucaqların toplamı çöldəki bu bucağın qiymətini vermiş olur. Doğrudur yəni. 12-ci suala baxaq. Bu asandır şəhər. Tərəfi 12 olan kvadratın perimetri soru 4 A. 48. 4 vur 12, 48. Bunları keçək. Bu da asandır şəhər. Cavab nə olur burada? Mənfi 420 o da deyir 2. Bu da kimdən gəldi uşağa? O səs kimdən verəsi olduğunu tapamam. Muratdan gəldi. Muratdan. Murat, sən dən çıx bir də qoşul. Növbəti sual səni izah edəcəm. Dən çıx qoşul balam. Gör nə problem var. Elə Aytekin. Burada ilgili 2'den olduğuna göre ortak tartılır. İlgili 2'deki vurulsun çok. Bəli. Və bu qalır. Və sual. A variantı. Düzdür. Bəli. Növbəti sualımıza. Bunu da izah edə görüm Aytekin.
Burada müəllim A-la B kəsdir, C fərqli olsun deyir. Burada 1, 2, bir də 2, 5-lər kəsdir. Kəskin. Bu C də fərqli olsun deyirsə 1-i çıxırıq, orada 2, 5 qalır. Və C-yə aid olan elementlərdən sadəcə 1 var. Deməli, bu 1, 2, 5-in içindən bu 1-i çıxardığında yerdə sadəcə 2 və 5 özü qalmış olur. Yəni B variantı. Düzdür. 16-nı izah edeyim nədir? 16-nı Gülya sən izah edə bilirsən 16-nı bu görüntü. Gülya sən izah edə 16-nı. Mən yazmamışım. Yazmamısan. Tamam, Murat sən izah elə. Burada açılır yeni bir. Hı hı. AB nasılsa 10A plus B plus 10B plus A bərabərdir 88 nöqtədə A çıxılsın B. Bura basaq 88-də. 88 A çıxılsın 88 B. Bəli. Sonra 11A plus 11B bərabərdir 88 A çıxılsın 88 B. Hı hı. 11 ortaq çıxarsa Orta hesabla. Yəni hesabla. 77A. 77A bərabərdir 99B. 7A bərabərdir 9B. A da bərabərdir 9, B də bərabərdir 7. Bəli. Görülədim. Burada deməli bizdən sonra da nə istəyir? AB ədədlərini soruşur. A 9, B də 7 isə ədədimiz oldu 97. Həbər sual keçək. 17-ci suala baxaq. 17-ci sual. İzah elə görün Ülker. Ülker izah elə. Burada iki qarşı təpələrin problem başlanğıcında, digəri isə 8 və -8 nöqtəsindən kvadrat sayısını tapın. Mən əvvəldən qrafik çəkək. Burada başlanğıc koordinat başlanğıc dediyinə görə 0, 0 olur. Burada mən 8 və -8, onun qiymətlərini yazırıq. -8 x-in qiyməti, -8 də y-in qiyməti. İndi burada da mənim görürük ki, kvadratın tərəfləri 8 olur. Yəni 8 uzunluğundadır. Ona görə də bunun sayısını tapanda 8-in kvadratı bərabər 64 yazırıq. Bəli. Görürüz. 18. 18-i kim yazır? 18-i kim yazır? Yazmışım. Məxrəc orada olduğu kimi qalır. Düzdürmü? İki izahlə. Tamam. Bu orta məxrəclə 2 olur. Düzdürmü? Kim izahlə? İki izahlə davamlı. Mən mötəzə daxilin hər tərəfini 2-yə vururuq. Çevirirsiniz. 2-yə vurmadıq. Orta məxrəc gətiririk. Düzdürmü? Evet. Sən vurursan hamısını. Hə, o da olar. Bu da olar. Bu da olar. 2-yə təsəllimat üstülüyərəm. İşte gözləyin nə olar. Tam danışmasın. Hə. Bəli, hamısı hər dəfə 2-yə vurandan sonra məxrəcdəki 2-lər gedir. Orada müxtəsər bulma düsturu yaranır. O da 2,85 plus 7,15 kvadratı düsturu. Orada cəm edir 10, onun kvadratı edir 100. Aferin, düz. Həssəl. 19-cu sual baxaq. 19. İzah və görünür bunda. Ya da bunu Gülya yazmısan? Yazmısan Gülya? Yox, amma bayaqçını yazmışdım amma. Bunu sən işləməmsən, testlər yaxşı. Bu sadə sualdır. Yəni, atıb edilə bilməzsən. İşləmişəm, amma. Yaxşı, sən özünə belə sual verim. Bir görüm, hansı ədədlərin? El ədədlərin hasili var ki, 6 eləməlidir. El ədədlərdə var ki, hasili 18, düz 3-2 ola bilər. Məsələn, 3-2 ola bilər. Başqa hansı qiymət ola bilər? 6-1 ola bilər. Z-nin yerində 6 olsa, x-in yerində 2. Bəli, məsələn, bu ola bilər. 2, y-in yerində 3, z-nin yerində də 2, 6. Bəli, məsələn, bu 2, bu 3 ola bilər. Bir halda. Məsələn, bu 3, bu 2 ola bilər. Düzdürmü? Biri 6, biri 1 Onda ola z-də bilər. 6 olsa, 6 vurur 3, 18 olur. Bəli, biri 6 vur 1, bir də 1 vur 6. Yəni, bu 4 halın 4 də əslində ola bilər. Bizə şərtdə nəyi soruşur? Şərtdə ən kiçik qiymət istənilir. Yəni, bu qiymətlər bir-bir yerinə qoyub baxmalısınız ki, cəminin ən kiçik qiyməti hansı halda yaranır? Onu yoxlayın.
1, 6, 3. Burada cəminin Eləyir 10. 1 Cavab 10. 6 1 6 bir də 6 1-ə 7 əşya olmalı. 6-ya 1 olmalıdır. Aynen. Z'nin yerine x'i koyar, 1'i koyarıq. Y'in yerine 6'nı koyarıq. Z'in de yerine Oğlum, 3'ü. yox. Bir dəqiqə gözlə, güya. Y-in yenə 1 qoyarsan, Y-in yenə 1 qoyarsan, dəyişik qoy. Tutaq ki, məsələn, Z-in yenə 1 niyə qoyursan ki, 18 qoymursan. Y üçün qoyacağın qiymətlərin sırasına bax. Sadəcə bu qiymətləri qoya bilərsən, dəyişdirə bilmərsən. 4 dənə hal var axı dök. 4 dənə hal var. Y üçün sadəcə bu qiymətləri qoya bilərsən. Bunlardan hansını qoydun? Tutaq ki, məsələn, sən Y-ə 2 qoysun, 2 qoysun. Z neçə alınır? Z alınır 9. Məsələn, Y-ə 3 qoysun. Z alınır nə? 6. Y-ə 6 qoysun. Z nə alınır? 3 alınır. Y-ə deməli 1 qoysun. Z nə alınır? 18 alınır. Düzdürmü? X-in Ben qiyməti bu 6-3'ü götürsəm, öbürsünə də 1, 6'nı. biri 6'dır, biri 3'dür. İndi yox, O yox en görür. kiçiyi o en kiçiyi olar. Gözlə güllər. Öndəki cavabda Gözlə. 10 alınır. Yoxlayaq da, indi hamısını yoxlayaq, şifahi deməyək. Məsələn, 2-dir, 9, 3 aldı, 6, 3, biri 18 yoxladıq. Deməli, x-in qiyməti, y-in qiyməti 2 olanda x neçə eləmişdi? 3 yanına qoyun. 2 olmuşdu burada, 1 olmuşdu. Bir də burada da 6 olmuşdu. Bizdən cəmin ən kiçik qiymət soruşur. İndi baxıyorsunuz ki, cəmi ən kiçik harda yaranır? Burada 14, burada 11, burada 10, burada isə 25. Düzdürmü? Bunda ən kiçik qiymət nə olmuş olur? 10 olmuş olur. Düzdürmü? 10. Ədədlərin cəmi, bu da Cavab yerdə da 10. 10 da elə. 4 dənə hal yaranır uşağa. 4 halın 4-dən də mütləq baxılmalıdır. Ola bilər ki, sizə ən böyük qiymət soruşardı. Ya da ki, neçə hal yaranır? Əslində hal yarana bilər deyəndə, natural bilər deyəndə 4 hal yaranar. Əgər başqa kəsrətlər qoysuq, halların sayı çox olar, tapa bilmərik yəni. Tamam, 20-ci sual. Güya hazırsızsan, da yoxmuşum gəlmədi yəni. Yazmışım. 20-ci sualı. İzah görüm əfsanə. Yazmışım. Bir dənə şurada çəkirik mənim ABC. Hı -hı. Onu mənim 9 deyirsə 3 qeyd edirik. 3 bir də 3. Deməli, ABC üçbucağın tərəf sahəsi səhvməmizə heç ehtiyac yoxdur. Deyək ki, bərabər tərəfli LMN üçbucağın sahəsi ABC üçbucağın sahəsinə 16 dəfə böyükdür. Bax, LM N üçbucağıdır. Bu deyir ki, ABC üçbucağının sahəsindən 16 dəfə böyükdür. Düzdürmü? Şərtdə belə deyir. Sonra isə ABC üçbucağının perimetrini veribdir. Perimetri veribsə, əgər tərəfi nədir? 3A9-sa tərəfimizdə nə olur? 3. Və tərəfimiz 3 olursa əgər, biz qaydamız var idi, oxşarlığa əsasən tərəflərin nisbətlərinin cəmi, nisbətlərinin kvadratları, düzdürmü? Nəyə bərabər idi? Sahələrin nisbətləri idi. Yəni, ABC-nin sahəsi dediyinə görə biz də ABC-nin sahəsinin, çünki ABC-nin perimetrini yazmışıq, burada A1 yazaq buna. Hətta. O da LMN olsun. LMN. Məsələn, gətirib yeni qiymətləri qoyursunuz. Deməli, 3 bölünsün A, düzdürmü? Bərabərdir. ABC-nin yerinə də deməli, heç nə qoymuruq. ABC-nin yerinə elə ABC-nin özünü yazaq. LMN-in yerinə də 16 ABC yazaq. Bu da ama A-nın kvadratı daha. Unutmayaq. A2-nin kvadratı. Bəli. Neçə oldu? Hər tərəfdən qoy kök alaq. Ən yaxşısı budur. Çünki burada 9 yazmalıyım. Eləyə qalanda 9 yazmayaq deyək. Qoy hər tərəfindən kök alarıq. Sən bunu necə yazmışsan ki, əfsanə? Mən üçbucaqla yazmışam. O da 3 bölünsün A bərabərdir. 1 bölü 4. Bizden hediyeler koyduk. Yazmışım. Əfsanə. Aytəkinə bax, qom. İzah edəcəm, bildim. Yenə də mənim amma 12 almışdım da üçbucaqla yazsam. Üçbucaqla yazmaq xəlindir əslində. Ben 36 almışım. Yox, 12 edəcəm. Tərəfin qiyməti 12. Yazmışım. Üçbucaqla da yazıla bilər bu sual. Amma üçbucaqla yazmış olsun belə. Yox, yəni el ki, düsturun biraz kökdə 3 olanlar gələsiz də. A kvadratda kökdə 3. Üçbucaqla yazıla bilər uşaq. A kvadrat kökdə 3 bölü 4-dən istifadə edəsiniz. Sadəcə köklülər daxil olmasın deyə oxşarlıqla göstərdim. Gəl əfsanə üçbucaqla da göstərək. Amma üçbucağı çəkmədən də birbaşa. 3A9 elədirsə, əfsanə sən nənəm? Bəli, A da bərabər 3 eləyir müəllim. A-nın kvadratı 9
Yəni 3-ün kvadratı. Hı. Bəli. Tez yazın. Üstəgəlsi müəllim. Kökün altı. Vurulsun üstəgəl nə idi? Kökün altında 3 bölünsün 4-ə. Hı. Sonra O da bərabərdir müəllim. Kökü müəllim kökdən azad eləməyə görə onun hamısını kökdə 3-ə vurmalıyıq. yox ha qızım, sən birinci şərti yaz da. Bayaq qeyd etdiyimiz şərt var idi bizim. ABC-nin sahəsi, elementin sahəsi bundan 16 dəfə böyükdür. Bunu qoy Hə, eləməmisən biz. LMN bərabərdir 16 SABC. Bəli. Gətirib yerinə qoyursan da. İndi sən burada nəyin sahəsini tapmış oldun? ABC-nin sahəsini tapdın. Düzdürmü? Bəli. Bunun 16 qatı sənə nəyi verməlidir? LMN-in sahəsini verməlidir. Elməli. Evet son. Bunun da sahəsi sahə cüzdanı yazmısan. Tərəfə əgər B-dirsə, B-nin kvadratı kökdə 3 bölünsün 4 yazar. Dörd. Kökdə 3'lər geçsin, 4'lər geçsin. Bunda elemenin B-nin sahəsi nə olsun? 16 vur 9. Bəli. Elemenin sahəsi, əlbəttə ki, belə deyək də, elemen yazmayaq burada. B kvadratı yazaq. B-nin kvadratı bərabər 16 Müəllim, mən vur. 5 dənə qoşulacağam indi. Tamam güzel, 12 eləsən burada. Aydındır, Şahır. Bu yəni. Bəli müəllim. Sən biraz uzatmışsan desən əfsanə həlini. Çünki sən orada deyəni başa düşdün ki, və sən az eləmsən eləyirsən. Biraz uzun gedir. Bəli müəllim. Uzatmışam. Tamam. Nədən sonraki çək? 21. Yazmışam. Yazmışam. Murat, düzəldirsən səs. İzah Murat. Bilmirəm, güzel değil. Düzəldirsən, hə, düzəldir. İzahlə. Yani x bölünsün y. Bu da yerine koy. Buradan hani yerine koysak. Hı -hı. 5 çıxılsın 2 kökdə 6 mörtəzədə. Digər mörtəzədə 5 üstə gəlsin 2 kökdə 6. Məxrəcdə 5 çıxılsın 2 kökdə 6 plus 5 plus 2 kökdə 6. Bəli. Tamam, yuxarıda 5'in kvadratı çıxılsın 2 kökdə 6. Bu da eləyir 24. Hı -hı. Aşağıda da qalır 2 kökdə 6 ixtisar gedir orada. Qalır 10. İslah gedir, bəli, qalır 5 plus 5 Bak 10. gedir, qalır 10. Bu da eləyir mən 1 bölünsün 10, sistem onda 1. Aferin dostum. Hı. 22'ni də izah Murat səndən. Yazmışam. Hı -hı. Murat yazmısan sən bəs 22'ni? 22'ni yazmışam. Mən də yazmışam. Hı -hı. Tamam, Murat sən izahlə 22'ni. Mən bilmirəm. Hə. Yəni deyir, 2 eşikdə birlikdə 50 kilogram qənd var. Hər gün birinci eşikdən 3 kilogram, ikincidən 2 kilogram qənd götürürdülər. 6 gündən sonra eşiklərdə bərabər miqdarda qənd aldı. Əvvəlcə birinci eşikdə neçə kilogram? Yəni birinci x, y yazırıq. Hı -hı. X'in altına x çıxılsın 18 yazırıq. Niyə görə 18 yazdın? Değişmə hər gün birinci eşikdən 3 kilogram. Hər gün 6 gündə götürürlərdi. Mən ona görə 18 yazdım. İkinciden de 2 kilogram götürdüğüne göre, bəli, 6'ya göre hesablama apardığı göre 6 gün ərzində 18 kilogram, diğerinde de 6 gün ərzində 12 kilogram azalma var. O zaman digərində də olur y çıxılsın 12. Hı -hı, bəli. Bunlar mən bərabər götürürük. X çıxılsın y-də bərabərdə 6. Bəli. Yəni əvvəlcə x plus y-də 50-dir. Bəli. Oradan da y-lər islah gedir. 2x bərabərdə 56, x bərabərdə 28. Düz. X 28 ise y neçə olur? 22 olur. Y-də olur 22. Bizdən birinci eşik soruşur. Birinci eşiği x qəbul edildiyə görə x-in qiyməti elədi 28. Düzdürmü Şəfər? Bəli müəllim, mən deyirəm. Aferin. 23'e baxaq. 23'ü kim yazır? Başqa kim Mən yazır? deyirəm. Tamam. Ülkədən başqa kim yazır? Şəfər 23'ü. Yazmışım. Sualım ben. Tamam. Sən ülkə 25 izah edəcəksən. Ona görə səndən keçək. 23'ü bugün. Ondan sonra 24 nədir? 24, 25. Tamam. 24, 25 asandır müəllim. Aha, tamam. 23 ise Murat sen izah elə. Sən imkan bölümün olmuşdur. Bunu da izah elə.
İlk mənim satışı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Satış zamanı 5 şar partlamışdır. Hı -hı. Bu bütün şarların altı satqın 6 model əldə edir. Yazırıq, burada indi yazırıq 3x çıxılsın 60, 3x çıx 60 nəyə görə yazdın? Onu da dinəm. 12 qəpiyə alıb 15 qəpiyə satır. Satış zamanı 5 şar partlayıbdır. Ona görə 15'i 12'ni 5'e vurur. Bəli, 5 şar partlayıb, yəni bu ziyan eləyibdir da, düzdürmü? Ziyan Evet. elədiyinə görə bu 5 şar partlayıb, yəni 60 olub, tamam. 5 vur 12, 60 yazmısan. Sonra 3x çıxılsın 60 olmur. bəli, 3x-i nəyə görə yazmısan? Onu soruşuram. Və toplam əldə edəcək qazanc baxmısan ki, 12 qəpiyə alıb 15 qəpiyə satırsa, düzdürmü? Yəni 3 dəfədir. Yəni 3 qəpiklik, bəli, burada xeyri var. 3 qəpiklik xeyri var. 3 qəpiklik xeyri olmalıdır, amma və bundan xeyrin içindən, yəni toplam elib ki, qazancın içindən 60 qəpiklik ziyanı var. 3 2 çıx 60 olur. Sonra 60 qəpiklik ziyan olur. Qazanır. böyükdür 6 manat, yəni 600 qəpik olur. O Bəli. zaman 3x böyükdür 660, x də böyükdür 220. 3x böyükdür 660. X də böyükdür 220-dən. Aha. Belə olur. Uşaqlar, razısınız siz Muradın izahı ilə? Yəni x də olur 221. Uşaqlar, siz Muradın izahı ilə razısınız? Yo müəllim, mən elə yazmışdım. Mən də 221 almışdım. Sonra cavabda 226 verilmişdi. 226 nəyə verirlər? Burada uşaqlar, bilirsiniz sizin səhviniz nədir? Orada 3x yazmaqda səhviniz. Yəni səhviniz Cavab səhvdir müəllim. yox, siz düz tapdınız uşaqlar, 60 yəni. Yəni çünki baxın uşaqlar, əgər 12 qəpikdən 15 qəpiyə gedirsə, burada elə bil ki, tamam, 3 qəpiklik bunun xeyri var. Sondakı 6 manatdan çox gəlir əldə edirsə, bu bizim əldə etdiyimiz gəlirdir. Yəni 6 manat bu bizim əldə etdiyimiz gəlirin qiymətidir. Burada 60 qəpik çıxma hissəmiz bizim elə bil ki, gəlirimizdən gedir söhbət. Yəni biz ödədiyimiz məbləğ var da, yəni 12 qəpikdən 5 dənə şara biz pul ödəmişik. Yəni 60 qəpik pul ödəmişik. Bu 60 qəpik də bizim ziyanımızdır. Yəni ödədiyimiz puldan elə ki 60 qəpik ya xeyir yoxdur, və məsələ odur. Ya xeyir yoxdur, yəni mən partlamış şara görə biz xeyir əldə edə bilmərik ki, düzdürmü uşaqlar? Burada partlamış şara görə xeyir yoxdur ki, yəni bu birbaşa bizim cibimizdən çıxan əlavə pul oldu. 60 qəpik bizim ziyanımız oldu. Düzdürmü uşaqlar? Yəni 60 qəpik ziyanla çıxmaqla əldə etdiyimiz gəlir toplamda 3x idi. 60 qəpik bizim ziyanımızdır. Bunu çıxmaqla toplamda qalan qiymət, qalan pulumuz 600 qəpikdən çoxdur. Yəni düzdür, məsələ düzgündür. Həlli budur, yəni %100 olaraq. 3x böyükdür 660, x də böyükdür 220 olur. 220-dən də böyük olan qiymət nə olar? Ən kiçik halı 221 olar. Aydındır uşaqlar, 221 olar. Düz tapmışsınız. Tamam, keçək düzəltmiş bizə sualına. Bunu kim yazıb? Mən yazmışam. Yazmışam mən. Aha, Əfsanə sən izah elə görün. Bəli. Həm ən sualım mənimdir. Necə? Ən axırıncı suallara mən zədəcəm. Tamam. Müəllim, biri deyir ki, digərindən 2 sm böyük olduğuna görə x üstə gəlsin 2 yazdım mən. Bir x qeyd elədim bilmədiyimə, bəli. Bir də kiçik olduğuna görə x çıxılsın 2 yazdım. Kiçikdir dediyimə görə. Bəli. Sonra müəllim bunu Pifagor teoremi ilə yazmışam. Bir də deyir ki, katetlərdən biri deyir ki, digərindən 2 santim böyükdür, amma hipotenuzdan 2 santim kiçikdir deyir. Düzdürmü? Əfsanə. Sonra nə edirsən? Sonra müəllim x çıxılsın 2-nin kvadratı üstə gəlsin x-in kvadratı, bərabərdə x üstə gəlsin 4-ün kvadratına. Bir də deyir ki, sən burada x çıx 2 qoymusan, qoy sən deyənlər yazın məndə. Sən elə ki, x çıx 2-yə görə hesablama aparmısan, tamam. Bu tərəf olduğunda hansılarını yazmısan, bir görüm sən dediyin həll olsun. Müəllim, elə bu sol tərəfə x çıxılsın 2 yazmışam. Tamam. Altına x yazmışam. O bir tərəfə də x üstə gəlsin 2 yazmışam. Sənin deməli dediyin üst bucağa görə budur. Katetlərdən biri digərindən 2 santim böyük, hipotenuzdan 2 santim kiçikdir. Tamam, oldu. Ödəndi. Sonra?
Sonra mənim 2 çıxılsın 2-nin kvadratı, mötərizə kvadratı, üstə gəlsin x-in kvadratı bərabərdir 2i, x üstə gəlsin 2-nin mötərizə kvadratına. Onun da kvadratı çıxılsın 4x üstə gəlsin 4, üstə gəlsin x-in kvadratı bərabərdir. X-in kvadratı üstə gəlsin 4x üstə gəlsin 4. Burada mənim 4-lər gedir, x-in kvadratlar da gedir. Qalır x-in kvadratı çıxılsın 8x bərabərdir 0-a. X də qurulsun müəllim. X çıxılsın 8 bərabərdir 0-a. X-imiz müəllim 1 0 olur. Bu da 8. Aha, tamam. 0 nəyə görə götürmürük? Əfsanə. Nəyə görə 0 götürmürsən, 8 götürürsən? Nətər müəllim? Məsələn, x-in qiymətini həm 0 tapdın, həm də 8 tapdın. Düzdürmü? Yəqin ki, 8 götürmürsən. Nəyə görə 0 götürmürsən, 8 götürürsən? Çünki müəllim elə bil ki, biz o x-in yerinə qiyməti qoyasıyıq da. Bəli, qoyası yox. Ona görə də o 0 qoyanda cavab yenə 0 eləyəsidir. Yəni, üçbucağın tərəfi 0 ola bilməz. Düzdürmü? Ya da ki, mənfi 2 ola bilməz. Buna görə x-in qiyməti 0 ola bilməz. Onda hiptonuz neçə oldu? Müəllim, orada 8-in üstündə 2 gəlmişəm o. Bəli, afərin. Hiptonuzumuz elədi. 8 üstə gəl 2, yəni 10 eləmiş oldu. Bəli. Aydın yəni ki, baxar. 25-ci sual. 25-dir. Yazmışam mən. Afərin. Yazdım. İstərsən izah elə. Yazmışam mən. Deyişən şəkildə verilən fiqurda BC parçası mərkəzi 10.10 yançevrənin diametridir. BC qövsünün uzunluğu 4pi, AO 6 sm, AB AC-yə bərabərdir. Olarsa verilən fiqurun sayısını tapın. Mənim yarım qövsü 4pi verib. Bu da yarım çevrədir. Ona görə 4pi plus 4pi, o deyəcək 8pi. Yəni bizim ümumi çevrə 8pi-dir. Yəni, qövsün deməli, BC qövsünün uzunluğu, bu qövsün uzunluğu əgər 4pi-dirsə, sən deyirsən ki, bütöv qövsün uzunluğu 8pi-dir. Yəni, bütöv çevrənin uzunluğu 8pi olur. Tamam, düzdür. Sonra? Bəli, sonra 8pi-dir. Sonra mənim burada da diametr olur 8, radiusu olur 4. Radiusu bu BO və OC hissələrdir. Radiusu olur 4, düzdür. Sonra? Radius olur 4. Sonra mənim radius 4-dürsə, burada bərabər yanlı bir dənə üçbucaq var. Bərabər yanı olduğunu özün deyir. Və hündürlüyü də verib. A10-u da 6 verib. Biz burada üçbucağın sayısını tapmaq üçün 6 vurulsun 8 bölünsün 2 ilə yazırıq. O deyilir 48-də 2-yə bölündə 24 alınır. Aha, düzdür. Bəli, 24 alınır. Sonra gəlirik burada yarım çevrəndə sayısını tapmalıyıq. Biz bilirik ki, çevrənin sayı düsturu pi r kvadratdır. Burada yarım çevrə olduğu üçün pi r kvadrat bölünsün 2 ilə yazırıq. Aha. Bu da bərabər edir. Mənim pi, deməli burada r 4-dür. Yəni 16 pi-nin də 2-yə bölündə edir 8 pi. Afərin, düzdür. 8, ümumi sayını tapanda da 8 pi plus 24 yazırıq. Bəli, S ümumunu da tapanda 8 pi üstə gəlinsin 24. Düzdür. Bu qədər yəni. İzahlara baxdıq. Uşaqlar qəşəng izah ediyoruz. Biraz narazı qaldıqlarım da oldu təbii ki.